Salam uşaqlar, bugünkü mövzumuz əbob və əkobdur. Birinci başlayaq əbobdan. Əbob. Başqa sözlə ən böyük orta bölən. Bölən. Yəni iki ədədi bölən, hər iki ədədi bölən və onların içində ən böyük olan ədəd. Tutaq ki, götürürük nə? Əbob. Nəyə götürək? Götürək 60 və 84. İki ədəd götürək. Bunların əbobunu tapmaq lazım. Yəni ki, belə deyirəm, bu hər iki ədədi bölsün və həmin o ortaq bölənlərin ən böyüyü hansıdır? Bu üçün nə edirsən? Birinci, həmin hər iki ədədi sadə vuruqlarına ayırırsan. Gəl birinci 60'ı sadə vuruqlarına ayıraq. Sadə vuruqlarına ayırmaq deməkdir, 2-dən başlayırıq. Tutaq ki, 2 oldu 30. 2 oldu 15. 2'ye bölünür mü? Yox. Ən kiçik niyə bölünür? 3'e. 3 neçə oldu? 5. Düzdür mü? Bu nə neçə? Ən kiçik. Bu da 5'e 1. Sonra başlayaq 84. 84. 2 neçə elədi? 42. Düzdür mü? 42 neçə bölünür? Neçə elədi? 21. 21'i ən kiçik neçə bölünür? 3'e 7. Bu da 7'den başqa bölən yoxdur. Bir de 1 var. Neyse 1. Oldu mu? Bax, bölündü ikisi də. Sonra nə edirsən? Bunların içində ortaqlar hansılardır? Bax, 2 ortaqdır. Yenə də 2 ortaqdır. Yenə də 3 ortaqdır. Deməli, ortaqları bir-birinə vurursan. 2 vur, 2 vur, 3. Neçə elədi? 12. Yəni, 60 ilə 84 ədədinin əbobu olacaq 12. Düzdür mü? Bu 12 ədədi həm 64'ü 60'a bölünür, həm 84'e bölünür. Bölür olan ikisində. Bölünür yox, bölür. Həm 60'ı bölür, həm 84'ü bölür və o bölənlərin içində ən böyüyüdür. İndi baxaq əkoba. Yeri gəlmişkən əkoba keçməzdən əvvəl onu deyim ki, deməli, əgər bir ədəd digərinə tam bölünürsə, kiçik ədəd özü elə ən böyük ortaq bölünəndir. Məsəl üçün, əbob 8 4'dürsə, bunun əbobu elə 4'dür. Bax, bu ən kiçik. Yəni 4 8'i tam bölür deyə, həm də özü də elə əbobdur. Əgər 2 dənə ədəd olsa, tutaq ki, əbob, tutaq ki, 17, tutaq ki, 9. Bu ədədlərin ortaq böləni yoxdur, birdən başqa. Yəni, heç biri eyni ortaq yoxdur. Belə sadə olanı ayırsan görürsən, güclə düşən yoxdur. Deməli, bunların ən böyük ortaq böləni 1'dir. Okey? Bir-birində heç bir ortaq şey yoxdursa 1'dir. Əkob. Əkob isə bölünən deməkdir. Bölünən. Və axırdakı bu hərfi bölünəndir. Bax, burada əbobda böləndir. Burada isə bölünəndir. Əbob üçün tapdığımız bir rəqəm həmin rəqəmlərdən, o əbobun tapdığımız rəqəmlərdən kiçik bir şey olacaq. Çünki onların hər ikisini bölür. Ya onların ən kiçiyinə bərabər olacaq, ya da ondan da kiçik olacaq. Əkob üçün tapdığımız isə o kiçik rəqəmdən ya ən böyüyünə bərabər olacaq, ya da ondan da böyük olacaq. Ya indi gəl əkobu tapaq. Tutaq ki, əkob nə olsun? Tutaq ki, 8 və 12. Yenə də sadə vuruqlarına ayırırıq. Birini 8'e ayıraq. 2, 4, 2, 2, 2, 1. 12, 2, 6, 2, 3, 3, 1. Əkob da buna nə edirsən? 1'in götürürsən, tutaq ki, 12'ni götürdük, yazdıq. 2 vur, 2 vurulsun 3. Sonra baxırsan ki, burada olmayan, bax, bu 2'nin qarşılığı var. Bu 2'nin də qarşılığı var. 3 heç. Amma bu 2'nin qarşılığı burada yoxdur. Ona görə həmin 2'ye də vururuq. Yəni burada olmayanları da tamamlayırıq. 2 vur 2 eləcək 4. 4'ü 3'e 12. 12'yi də 2'ye 24. Yəni 8 və 12 ədədləri deməli 24 həmin ədədlərin ən kiçik ortaq bölünənidir. Yəni 24'ü 8'e də bölmək olar, 24'ü 12'ye də bölmək olar. Yenə də eyni şey başlayaq. Bax, əkob əgər 8 və 4 olsa,
bir ədəd o birisine tam bölünsə, deməli onların ən böyüyü hələ əkobdur. 8. Ən böyüyü. Bax, əbobda ən kiçiyi idi. Əkobda isə böyüdür. Bax, bu əbob və təkcə 2 ədəd arasında olmaya bilər. 4, 5, 10 çox ədəd ola bilər. Ən kiçiyi olacaq. Əgər hər hamısı bir-birinə tam bölünürsə. Deməli, və əkob ortaq bölünəni yoxdursa, onların bir-birinə hasilidir. Və tutaq ki, 17 və 9 ədədlərini. Əkobu nə olacaq? Yəni, sadə bloklarına ayırsaq, ortaq heç bir şey olmayacaq. Ona görə bununla bunun bir-birinə hasil olacaq. Yəni 17 vur 9 nədirsə, deməli 90, bu da 60, 153. Bu olmalı yəni məncə. Bu qədər.